Salam dostlar, hər vaxtınız xeyir olsun. Mən Yaşar Yusubov, Abdülvahid oğlu. Hər kəsin tanıdığı, bildiyi Yaşar Yusub. Yaxından izləyən insanlar, yaradıcılığımıza, musiqilərimizi dinləyən insanlar bizi tanıyır. Amma yenə də bir informasiya olsun, yenə də bir məlumat olsun sizin üçün. 1987-ci ildə dünyaya göz açmışam. Piter şəhərində, o vaxt Leningrad deyirdilər. 38 yaşım var, ailəliyəm. Evladlarım var və musiqiyə mənim gəlişim 94-95-ci illərdə təhsilə başlamışam. Bilirsiniz ki, yəni birinci sinifə gedərkən məktəblə yanaşı musiqi ilə məşğul olmuşam. 6 saylı Fikrət Əmirov adından musiqi məktəbi Biləcəri qəsəbəsində yerləşirdi. Orada 5 illik musiqi məktəbi mənim ustadlarım olub. Respublikamızın xalq artisti, mərhum sənətkarımız, gözəl sənətkarımız Əlibaba Məmmədov. Əlibaba Məmmədovdan mən muğam sirlərini, xalq musiqisinin sirlərini öyrənmişəm. Oranı bitirdikdən sonra Bülbül adına orta ixtisas musiqi məktəbi, o da eynən Əminin sinifi, biz ona Əmi deyirdik. Bilirsiniz ki, Əlibaba müəllimin sinifini bitirmişəm. Orada oxuyandan sonra yenə muğam sinifi, yenə də xalq musiqiləri, yenə də təsniflər öyrəndik. Bitirdikdən sonra tamam başqa universitetə mən qəbul olmuşam. Həm də mən dəmir yol nəqliyyatçıyam. Bunu bilməyən insanlar üçün çox adam bilmir əslində. Dəmir yolu nəqliyyat fakültəsini bitirib, tamam ayrı sahə, tamam ayrı qol, belə deyək, musiqi aidiyyatı olmayan və düşündüm ki, yox, işlərimdə də bir ali təhsil olmalıdır və üst tutdum, qəbul oldum Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə. Orada gözəl sənətkarımız, gözəl insan, çox sevdiyim Teyyub Aslanovun, xalq artistimiz Teyyub Aslanovun sinifində oxudum. Ümumiyyətlə, bir çox müəllimlərim olub. Allah rəhmət eləsin, Məmməd Bağır Bağırzadədən dərs almışam. Sağlığında bir il yarım onun sinifində də olmuşam. Teyyub Aslanov, Allah can sağlığı versin, Allah rəhmət eləsin Əlibaba Məmmədova. Yəni, böyük sənətkar Ağaxan Abdullayevə biz böyük sənətkarları görə, hər birindən nəsə cüzi, zərrə qədər bəhrələnmişik və solo karyera, bilirsiniz ki, artıq neçə illərdir solo karyeram var, bəlli bir işlərimiz, bəlli bir mahnılarımız var və bununla da qürur duyuram, sevilirəm. İnsanlar tərəfindən xoş münasibətdəyik, xoş ünsiyyət görürük və bu bizim üçün doğrudan da fəxirdir. Musiqilərimiz dinlənilirsə, musiqilərimiz sevilirsə, bu mənim üçün şərəfdir. Hər kəsə təşəkkür edirəm, hər birinizi sevirəm. Nə yaxşı ki, varsınız, nə yaxşı ki, baxın, belə diqqətlə qayğı göstərirsiniz bizə, bizim musiqilərimizə. Odur ki, hər birinizə təşəkkür, hər birinizi öpürəm, var olun, bizi dinləməyə, bizi izləməyə davam edin. İstəyirəm bugün mənimlə yanaşı, mənim musiqisi yoldaşım, artıq illərlə birlikdə işlədiyimiz pianoçu İlkin Valihoğlunu təqdim edeyim. İlkin gözəl sənətçidir, gözəl insandır və gözəl musiqiçidir, pianoçudur. İlkinlə ilk mahnımıza başlayaq. Mahnımız adlanır Gəlmədin. Mahnı o qədər inanın ki, əsl Azərbaycan musiqisidir bu oxuduğum ifalar. Dostlar, əsl Azərbaycan. Mən istədim ki, bugün bu kanalımızda, mədəniyyət kanalımızda yalnız belə ifalar səslənsin və məni əslində bir başqa cürə insanlar görsünlər. Çox insanlar bəlkə xəbərləri yoxdur, çox insanlar bilmir. Bu yaradıcılıq, bu musiqilərə daha çox müraciət etmirik, amma onun üçün ola bilər insanlar eşitməyib. Amma istədim bu verilişdə daha maraqlı olsun, daha belə məzmunlu, daha belə gözəl mahnılarımız olsun. Səid Rüstəmov, böyük Səid Rüstəmov bəstəsi Gəlmədin. Buyurun, dinləyin. Axar sular dayandı, qəlbim əsrətlə yandı yar. Axar sular dayandı yar, qəlbim əsrətlə yandı yar. Rəyin nədən dolandı yar, ilk görüşə gəlmədi. Rəyin nədən dolandı yar, ilk görüşə gəlmədin. Gəlmədin, gəlmədin, gəlmədin yar, gəlmədin.
gelmedin, gelmedin yar, gelmedin. Kalbimde hoş umuttun, ateşidin soyuttun yar. Kalbimde hoş umuttun, ateşidin soyuttun yar. Özledini unuttun yar, ilk görüşe gelmedin. Özledini unuttun yar, ilk görüşe gelmedin. Gelmedin, gelmedin, gelmedin yar, gelmedin. Gelmedin, gelmedin, gelmedin yar, gelmedin. Növbəti mahnını istəyirəm sizin üçün ifa edim. Mahnımız adlanır Şükriyə. Hər birimizin çox sevdiyimiz, bütün dünya Azərbaycanlılarını düşünmürəm, o mahnını sevməyən kimsə olar. Mən sevmişəm, bir çox ifaçıların ifasında mən o mahnını dinləmişəm və sevmişəm. Gözəl sənətkarımız Azər Zeynalovun ifasında daha çox bəyəndiyim Şükriyə mahnısını sizin üçün ifa edəcəm. Buyuraq dostlar. Bir gül sen dermişem gençlik bağından, bir gülü çiçeği dermerem sensiz. Kamaldım ömrümün oğlan çağında, bir bağa bahçaya girmerem sensiz. Bir gül sen dermişem gençlik bağından, bir gülü çiçeği dermerem sensiz. Kamaldım ömrümün oğlan çağında, bir bağa bahçaya girmerem sensiz. Şükriye taleyim, şükür Hudaya, gördüğüm doğru mu yoksa bir rüya? Dolu yüreğime bu dadlı hülya, yaşayabilmerem bir kerem sensiz. Şükriye taleyim, şükür Hudaya, gördüğüm doğru mu yoksa bir rüya? Dolu yüreğime bu dadlı hülya, yaşayabilmerem bir kere sensiz.
Seninle gezerem elden ele mən bataram, çıkaram selden selemən düşərəm ağıza dilden dilemən yaşaya bilmərəm bir kerem sensiz şükriye taleyim şükür Hudaya gördüğüm doğru mu yoksa bir rüya dolu yüreğime bu dadlı hülya yaşaya bilmərəm bir kerem sensiz şükriye taleyim şükür Hudaya gördüğüm doğru mu yoksa bir rüya dolup yüreğime bu dadlı hülya yaşaya bilmərəm bir kerem sensiz. Növbəti mahnımızı istəyirəm oxuyaq, səsləndirək. Mahnımız adlanır Ana. Sevil Əliyevanın musiqisi. Gözəl bir bəstə, gözəl bir analar üçün düşünürəm ki, ana mövzusunda yazılan ən gözəl mahnıdır mən deyərdim. Sizin üçün Ana, Sevil Əliyeva oxuyur Yaşar Yusuf. Əziz ana, şirin sözlü ana, qəlbin kövrək eşqin solmaz bahar. Gülər üzlü, qara gözlü anam, hara getsəm gözün mənə baxar. Əziz ana, şirin sözlü anam, qəlbin kövrək eşqin solmaz bahar. Gülər üzlü, qara gözlü anam, hara getsəm gözün mənə baxar. Ana qəlbin lay lay olar gəzər, doğma səsin ömrü günü bəzər. Lay lay dedin anam, lay lay dedin mənə, həyat verdin mənə əziz anam. Laylan hələ yaşar, laylan eller aşar, güneş kimi yana yana ana.
Ana sesin aydın seher olar. Ana kalbin keşik çeker bize. Yolumuzda uzak sefer olar. Işık olar nurdan düşen güzel. Benim gören gözüm sensen ana. Ömrüm günüm özüm sensen ana. Lay lay dedin anam, lay lay dedin mənə, həyat verdin mənə əziz anam. Laylan hələ yaşar, laylan eller aşar, güneş kimi yana yana ana. Və dostlar, gəldik verilişimizin, proqramımızın ta sonuna. Bugün sizinlə mən Yaşar Yusub idi və dostum İlkin ilə birlikdə bir neçə mahnıları sevə-sevə sizin üçün səsləndirdik. Özünüzü qoruyun, özünüzə yaxşı baxın, zövqünüzü qoruyun və hər kəsə uğur, hər kəsə gözəl günlər, hər kəsə can sağlığı arzu edirəm. Hər birinizə təşəkkür edirəm. Var olun, sağ olun.